Bir daha vaxtınız xeyir olsun, əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsi start götürür. İlk hissəni Sabah komandasının 4-2 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. Dinamo Laçın komandası ilə mübarizədə baxaq görək ikinci hissədə. Dinamo Laçın komandası cəhdləri davam edəcəkmi? Sabahdan qol gözləntiləri var yenə. O qollar davam edəcəkmi? Geriyə çəkildi Abdullah Bayramov. Həsən Zamiroğlu, yenidən Abdullah. Rafael Palovlanov. Fəxri Həbibli, Zamiroğlu, Messi Emin. Emil Qasımov keçdi bir rəqibini, ikinci rəqibini də keçir. Fəxri. Geriyə çəkirlər rəqiblərini də öz üzərlərindən çəkir. Sabah komandasının oyuncuları. Out. Fəxri. Salih. Zamiroğlu'dur bu. Həsən Zamiroğlu sağ zanaha. Sıyrıldı bir rəqibindən. Emin. Emil Qasımov və gol. Messi Emin. Rəqiblərini yenə də geridə qoyur. Topu torlara qovuşturur. 5-2. Hesab fərqini 3 topa qaldırır. Salih. Abdullah. Out. Salih başla uzaqlaşdırdı topu. Out. Son məsafədən ötürmə idi bu, ötürmə idi. İkinci zərbə indirən olmadı. Fəxri müdaxiləsi vaxtında alınmışdı. Yenidən Emin sürətləməyə çalışır. Aha, Emin bu dəfə top yatdan çıxdı. Salih. Zamiroğlu keçdi bir rəqibini. Sən Zamiroğlu iki rəqibindən də sıyırlar. Ara ötürməsi. Zamiroğlu. Sağ ötürmə. Emin. Out. Fəxri Həbibli uzaq məsafədən zərbə indirdi. Top qapının üzərindən keçir. Messi, Emin. Emin! Top qapıdan yan keçir.
Zamiroğlu. Emin Qasımov. Axıra qədər mübarizə apardı, itirmədi. Qasımov. Uzaqlaşdırılır, top out. Abdullah. Abdullah Bayramov. İtirir topu orada. Salih Abbaszadə. Emin Qasımov. Emin Qasımov. Sürətə fikir verin. Emin Qasımov. Tor yandan zilkələnir yenə. Fəxri Həbibli meydanını tərk etdi. Əvəzinə isə 19 nömrə Metin Bayramlı daxil oldu. Əsər indi topladı. Metin Bayramlı mükəmməli qol da imzalatdı bugün. Həsən Zamiroğlu sağ znakla oynadı. Emin. Pauza gəldi ondan. Zamiroğlu özü zərbə indirir. Oy oy oy. Qapı tilinə qayıtdı top. Emin Qasımovun da zərbəsi. Qapıdan xeyli maralı keçir. Salih Abbaszadə. Çərmi meydansasını ötürməyə gəldi və blok qoydular ötürməyə də. Salih. Abdullahın ötürməsi. Emin Qasımov. Sərbə qapının üzərindən keçdi. Zamiroğlu təzyiq nəticəsində topu qazanır. İndi isə itirdi. Emin Qasımov uzaq altılığı düşünmüşdü. Top qapıdan yan keçir yenə. Metin geriyə çəkildi. Metin Bayramlı. Emin. Emin mübarizəni davam elətdirir. Niyə saxladı hakim? Niyə saxladı? Emin dayanmaq istəmir. Sən Zamiroğlu. Emin Qasımov. Emin Qasımov. Out. Metin. İndiren Emin. Zamiroğlu'ya geldi top. Səndən solzuna Abdullah. Abdullah özü zərbə indirdi. Golkiper dəf edir. Abdullah Bayramovun bu zərbəsi təhlükəli alınmışdı. Rafael Baloğanov. Sağ Metin Bayramlı. Rafael. Bir daha Metin'le oynadı. Zamiroğlu ara ötürməsi yaxşı alındı müdafiədən çox yaxşı çıxılar sağsına atan sürətlənir. Emin Qasımov zərbə indirdi. Gəlişinə zərbə Zamiroğlu'dan top qapıdan yan keçir. Salih Abbaszadə. Rafael.
Salih. Zamiroğlu. Zamiroğlu ara götürməsi yenidən Emin Qasımov. Qasımov niyə orada sürüşmə fəndi etdi? Deyəsən, PlayStation konsolunda kimisə hələ Nolikə deyir. Aniden. Salih. Zamiroğlu. Keçmə ötürməsi. Zamiroğlu zərbəsi dəf olundu. Gəlişinə zərbə Salihdən də, onun da zərbəsinə blok qoydu. Yenidən dəyişikliklər həyata keçir. Hər zaman kimi ənənəvi olaraq. Bütün oyuncular dəyişdi. Rəvanxan Əliyev. Dadaşov. Rəsul Abbasov. Adəm Dadaşov. Adəm Dadaşovdan növbəti qol. Sabah komandası bir qədər də irəliyə çıxır 30 nömrənin qolu ilə. Metin Bayramlı. Out. Metin. Keçmir ötürməsi. Qaptan zərbə. Yürü. Rəvandan sağsına ötürmə gəldi. Rəsul. Rəsul. Rəsul iti bucaqdan zərbəsi qapıdan yön keçir. Rəvan. Rəvan Xan Əliyev və qol. Xan Əliyevdən də gəlir qol. 17 nömrə bu dəfə fərqlənir. Sabah komandası artıq əməlli başlı üstünlüyü ələ alır. Həm hesab cəhətdən, həm psixoloji cəhətdən ümumilikdə oyunu ələ alırlar. Rəvanxan Əliyev. Sağ Rəsul Abbasov qəbul etdi. Keçdi bir rəqmində. Top meydanı tərk edib. Out, bəli. Xan Əliyev. Xan Əliyev. Tırdı topu. Türmə sağsına. Qapıya doğru zərbə. Çərçivədən yan keçdi.
Növbəti zərbə Vaqif Müslümzadə dəf etdi bu zərbəndə. Xan Əliyev divar pası, amma Xan Əliyevin özündən top meydanı tərk edir. Gəldi, başla zərbə, top toru yuxarıdan silkələdi. Sürməz də keçmir. Zərbə mövqeyi axtarılırdı, amma indirdə bilmədi zərbə. Xan Əliyev. Qapdan yan keçir top. Rəsul Abbasov. Abbasov və şobudluq. Rəsula qarşı. Çıxaşlar şobudluq var Rəsul Abbasov qarşı. Haydi Rəsul. Yoxlaya bilər qapını da. Bəlkə də cərimə meydanı sahasına bir asma da edə bilər. Görək, topun gerisindədir. Fit səsləndi. Rəsul Abbasov ötürmə fikirləşmişdi. Rəvan. Sağsına ötürmə. Rəsul Abbasov tor yandan silkələnir. Həmçində bugün komandası qalib olarsa ki, olacaq zaten. Çünki dəqiqələr az qalıb. O da həmçinin həm məşqçi üçün və Xan Əliyev. Rəvan Xan Əliyevdən növbəti qol. Direyə toxunan top tora qovuşur. Bəli, bu qalibiyyət məhsələ həm baş məşqçi Aydın Manaflıya, həm də 34 nömrə onun tələbəsi Rəsul Abbasova hədiyyə olacaq. Qarşılanır. Adəm Dadaşov. Qayda pozulub. Qayda pozulub. Rəsul Abbasov Kobul oynayır rəqibinə qarşı. Sanki o az öncəki epizodda bilərəkdən edilən kobudluğa bir cavab idi Rəsul Abbasovdan. Xarakterli uşaqdır. Futbolda ən əsas amillərdən biri də xarakter olması, amma təbii ki, yerində. Hər bir şeyin çoxu ziyandır. Növbəti zərbə qapıdan yan keçdi. Aslında təxmini son 1 dəqiqə və ya 1 dəqiqə yarım. Hakimin əlavə edəcəyi dəqiqələr olmazsa Nağıyev. Eşiniz doğru Ülvi. Abdullazadə. Keçmədə ötürməsi Ülvinin. Neysə uzaqlaşdırır topu alta. Ötürməsi də meydanı tərk etdi. Vaqif. Qeyri-dəqiq bir ötürmə etdi. Xan Əliyev.
Cərimə zərbəsi. Tinanlasın komandasının oyuncularına qarşı kobudluq var. Hakim saxlayıb oyunu. Son saniyələr 50-ci hissədə. Daha dediyim kimi, əgər hakimi kompensasiya dəqiqələr olmazsa və beləliklə hakim də final fitini səsləndirir.